Xalq artisti Naibə Allahverdiyevanın qızı Məryəmin toyunda sənət dostları iştirak edib. Olayın məlumatına görə qonaqlar sırasında əməkdar artist Mehriban Xanlarova xüsusi diqqət çəkib. O qonaqların hər biri ilə ayrı-ayrı rəqs edib əylənib. Nurəni Nadir Qafarzadə anası ilə bağlı paylaşımı ilə diqqət çəkib. Sənətçi anası ilə fotolarını yayımlayaraq onu bu sözlərlə yad edib. Allah sənə rəhmət eləsin anam, əziyyətini halal et. Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla ailəlidir, onun 2 oğlu var. Bu günlərdə isə Qafarzadənin 2 nəvəsi dünyaya gəlib.